Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Deyirlər, uşaq ailənin güzgüsüdür. Niyə bu ifadəni hal-hazırda burada səhv çıxardacağıq? Deməli necə? Bəzən elə rayon yerində yaşayan ailələr olur ki, baxırsan dinli imanlı ailəsi qızı şəhərə gəldi, hoqqa çıxardır. Lüt soyunur, onun bunun maşınında pozğun, əxlaqsız və hətta belə deyim sizə, şərəfsizlik imicində olan çox qeyri-etik səsləsə də onların alınlarına yapışılacaq sözdür. Yaxud oğlu. Şəhərə gəldi, oğlu oldu pozğun. Siqaret qəlyan, sən kənddə bunu görməmisən rayonda. Qızdın bura gələndə. Ağzından şarkı çıxardır storylərdə. Siqaretin tüstüsündən başı çatlayır. Bədbəxtin balası. Və nəticədə sonda ailəni boşu çıxarma prinsipləri yaranır. Əslində ən azından 1-ci və 2-ci kursda qədər ailə fərdlərindən biri həmin övladla qalması daha yaxşı olardı. Çünki sən pis nəticəyə meyillisənsə, tez çönəcəksən. Bilməsən amma tez alışacaqsan və tez yanacaqsan. Və sənin artıq pis vərdiklərin get-gedə 1-ə 5 artacaq. Bugün siqaret, içki, salonlar sənə söyüş-söyüm, qumar, narkotik və axırda ailə də ayılacaq ki, artıq oğlu da, qızı da axmaq-axmaq insanlarla oturub durur və vəziyyət də çox pisdir. Və əslində bu demək deyil ki, yəni son nəticə olaraq namazı imanlı olanlar ancaq təmizdir, xeyr. Elə insanlar var ki, namazlıdır, çıxartdıqları gizli noqqaları heç o namazı olmayan pak insan o hərəkət eləmir. Dildə namaz, keçmişə baxsan, qısa-qısa şortik, ipli maykalar, sonradan namaza keçib tövbə edib. Göstərdiyi yetərə qədər göstərmirsən də, boyu bir yerə soxumsan. Çünki insan əsəbi bəzi elə bir həddə çatır ki, ona deyiləcək kobud söz də belə artıq olaraq insana ləzzət etmir. Yəni marağı da qalmır. Vecsiz kimi yanaşırsan. Gözdən elə aparırlar ki, sanki bunlardan pak, imanlı ailə yoxdur. Amma ailələrində o qədər axmaq, belə yersiz hadisələr baş verir ki, baxırsan qıraqdan baxan dediyi ki, bunların təpələrinə. Bunlar da indi o ailə bunlar indi imana keçiblər. Siz deyirdiniz dün nə qədər kasba daş atıb uzaqlaşdıran, indi imanlı oldunuz. Hər zaman bu tipli insanlar var. İndinin özündə də var, əvvəllər də olub. Sadəcə bu tipli insanlardan uzaq olun. O pərdələnən, maskalanan. Seanslara qoşulmaq üçün suallarınızı verə bilərsiniz, yaxud seansların saatını soruşmaq üçün günorta əksər seanslarda boş yer var. Səhər və axşam saatlarında hal-hazırda məhdud saydadır. Seanslar bitənlər olur. Onların yerinə qoşula bilərsiniz.